Hər kəsə salam, necəsiz? Ümid edirəm ki, işləriniz qaydasındadır. Bir müddətdir ki, YouTube kanalım üçün yemək videoları çəkib paylaşa bilmirdim. Vaxt çatışmazlığına görə. Ancaq bugün qərara gəldim ki, evdə bişirdiyim yeməyi vaxt edib mütləq çəkib paylaşmalıyam. Mən düşünürəm ki, bu yeməyi hər kəs sevər. Hətta badımcan sevməyən insanlar belə badımcan qızartmasını sevirlər. Sadəcə indi dolmasında sevən də var, sevməyən də var. Bugün hər birimizin evində bişən, mətbəxinə tanış gələn üç bacı dolmasının tez bazar bir formasını eləyəcəm sizin üçün. Sadəcə mən əvvəlcədən qiyməni hazırladım. Yadımdan çıxdı, onun videosunu çəkə bilmədim. Açıqlama hissəsində onu qeyd edəcəm. Ancaq mən 500 qramlıq qiymədən istifadə etdim. Soğanları xırda-xırda doğradım. İstəyən zövqə uyğun olaraq soğanları blenderdan da keçirdə bilər. Sadəcə mən soğanı xırda-xırda doğramağı sevirəm. Yeməyin içində də soğanın tamı gəlir onda. Ona görə blenderdan istifadə etmədim. Qiyməni hazırlayıb kənara qoymuşam. Burada da gördüyünüz üzrə badımcanları yuyub, qurudub, duzlayıb tavada qızardıram. Yəni mən bu formada, halqa formasında doğradım. Zövqə uyğun olaraq uzun və yaxud da daha xırda-xırda da edə bilərsiniz. Sizin öz zövqünüzə buraxıram. Badımcanları gördüyünüz üzrə belə qızardıram. Burada şərt o deyil ki, badımcanlar qıpqırmızı qızarsın. Onsuz biz bunu yeməyin digər hissələrinə keçəndə görəcəksiniz ki, badımcan bişəcək. Bizim üçün əsas badımcanın burada bişməyi, o bərk olduğu hissəsinin keçib yumşalmaq lazımdır. Burada görürsünüz ki, badımcanları bir-bir yığmağa başlayıram. Bəzisi qızarır, bəzisi qızarmır. Əsas yəni badımcanın bişdiyini hiss etmək lazımdır burada. Badımcanları bir-bir yığıram, qızardıram və badımcanları qızardıb kənara qoyuram. Kənara qoyduqdan sonra isə əvvəlcədən hazırladığım qiyməni götürürəm. Sonra badımcanları eyni əvvəlkinin tam əksi istiqamətində tavaya yığmağa başlayıram, düzürəm. Ürəyiniz istəyən formada düzə bilərsiniz. İstəyən ilk öncə əti qoya bilər və yaxud da soğan edə bilər. Əvvəlcədən yəni ürəyiniz necə istəyirsə o formada düzə bilərsiniz. Mən sadəcə alt hissəsinə badımcanları düzmək istədim və soğan da qiymənin içində olduğuna görə yeməyin içinə soğan əlavə etmədim. Badımcanları burada sıra ilə səliqəli formada düzürəm. Baxın, görürsünüz ki, badımcanın bəzisi yaxşı qızarıb, bəzisi ağdır. Yəni narahat olmayın bundan. Əsas odur ki, badımcanlarımız bişib. Sonra burada mən əvvəldə də, videonun əvvəlində də qeyd etdim ki, qiyməni hazırlayanda sizə bildirməmişdim. Çəkə bilməmişdim videonu daha doğrusu. Pomidorları xırda-xırda doğradım. Yəni istəyən bunu qiymənin içində də hazırlayıb pomidoru bişirə də bilər. Mən sadəcə onu etmədim ki, onsuz əti yeməyin içərisinə qoyanda pomidor da onun içində bişəcək. Düzdüyüm badımcanların üzərinə hazırladığım qiyməni səpələyirəm. Yəni siz bunu əvvəlcə əti, sonra badımcanı da qoya bilərsiniz. Mən sadəcə bu formada etdim. Ondan sonra isə əvvəlcədən hazırladığım bibarları düzürəm. Siz istəsəz bibarı kənarda qızarda da bilərsiniz. Eyni ilə badımcan kimi. Ancaq mən onu etmək istəmədim. Nə yalan deyim, ona heç səbrim də yoxdur. Badımcanları elə qızartmaq mənim üçün kifayətdir. Sonra badımcanların üzərinə qiyməni əlavə edirsiniz. Üstündən də bibəri əlavə edirsiniz. Səliqə ilə düzürəm və burada ən əsası elə düzürəm ki, hər bir badımcanın üzərinə bibər düşsün. Çox boşluq qalmasın ki, üst-üstə əlavə etdiyimiz ərzaqlar yaxşı olsun. Burada tam videonu sizə çəkməyə çalışıram. Həm bir əlimlə edib, bir əlimlə də sizin üçün çəkirəm. Baxın, görürsünüz, hazırdır. Bibərləri düzmüşəm və eyni qaydada keçirik badımcanlarımızı sıra-sıra düzməyə. Yəni siz burada qəti narahat olmayın. Badımcanlar da bişəcək. Görürsünüz, burada tam hazırdır.
Üzərinə yenə eyni qaydada hazırladığımız qiyməni əlavə edirik. Qiyməni yeməyin üzərinə tökərkən əsas lazım olan hər tərəfinə qiymənin çatmağı və ürəyinizə görə istədiyiniz formada ədviyyatları istifadə edə bilərsiniz. Mən qiyməni hazırlayarkən duz, istiot, bir də sarı kökdən istifadə etdim. Mən yeməklərdə sarı kökü çox sevirəm, ona görə də əlavə edirəm çalışıram ki, bütün bişirdiyim yeməklərə sarı kök əlavə edim. Sonra üzərindən ən sonda, yəni baxın burada ən son qoyulmalı olan şey pomidordur. Pomidoru bu formada düzürəm. Deyə bilərsiniz ki, niyə ən sonda pomidor olur? Çünki pomidor əzilən bir şeydir. Ona görə də mən pomidoru alta qoysam, o əziləcək. Ancaq üstdə bu formada qalanda elə də çox əzilməyəcək. Və indi deyə bilərsiniz ki, pomidorların qabığı, qaldaxı, onlar yeməkdə yaxşı görünməyə bilər. Bəli, tamamilə doğrudur. Bunun üçün də pomidoru elə üstə qoyuram ki, sonradan bişdikdə pomidor öz qabığını salacaq. Və mən bişdikdən sonra o qabıqları bir-bir götürəcəm. Pomidoru qabıqlı sevən də var, sevməyən də var. Bizim evdə qabıqlı yeyilmədiyi üçün mən sonradan gəlib hazır olduqda qabıqlarını bir-bir götürəcəm üzərindən. Baxın, görürsünüz, bişib. Pomidorlar qoyduğumuz kimi eyni ilə necə gözəl qalıb. Mənə çox maraqlıdır. Birinci səfərdir ki, belə bir yemək edirəm. Üç bacı dolmasının dadı eyni olacaqmı? Əgər nəsə bir fərq hiss eləsəm və yaxud da dadı tam eyni olsa, rəylərdə bildirəcəm. Baxın, görürsünüz, pomidorlarımız hazırdır. Və mən üzərindən bir-bir çox rahat bir formada qabıqlarını götürürüm. Videoya elə baxanda görəcəksiniz ki, qabıq özü rahatca çıxır. Və budur, yeməyimiz hazırdır. Hər kəsə nuş olsun. Videonu bəyənib yorum yazmağı unutmayın. Hələlik gələn videolarda görüşərik. Məni izlədiyiniz, videomu baxdığınız üçün çox sağ olun.